Salam, hər vaxtınız xeyir. Artıq buraxılış imtahanına çox az qalıb. Mən isə sizə dəstək məqsədi ilə imtahanda nələr düşə bilər, hansı məqamlara diqqət etməliyik, qısa-qısa videolar çəkəcəm. İlk olaraq bəzi sözlər var ki, təyin etdiyi, yəni sözlər mütləq cəmdə gəlməlidir. Bu sözlər hansılardır? Eyni sözün təkrarı ilə yaranan sifətlər var. Bu sifətlər uca-uca, gözəl-gözəl, şirin-şirin sifətlərini deyə bilərik. Artıq bundan sonra yəni təyin etdiyi sözlər uca-uca bina desəniz yanlış olacaq. Binalar deməlisiniz. Gözəl-gözəl qız desəniz yanlış olacaq. Qızlar. Şirin-şirin meyvə desəniz yanlış olacaq. Meyvələr olmalıdır. Bir çox və bir sıra təyin etdiyi sözləri hər zaman cəmdə tələb edir. Bir çox insanlar, bir sıra insanlar olmalıdır. Bəs yaxşı, bizdə imtahanda bunu necə çaşdıra bilərlər? Sizə yaza bilər bir çox, sonra bundan sonra yaza bilər qoca, bundan sonra da yazar insanlar. Yoldaşlar görür ki, bir çoxdan sonra qoca gəlib, deyir burada yanlışlıq var. Müəllim axı bizə demişdi, bir çoxdan sonra gələn söz cəm olmalıdır. Baxın, təyin etdiyi söz cəmdə olmalıdır. Yəni burada insanlar cəmdə olmalıdır. Qoca ilə sizin işiniz yoxdur. Burada insanı tək versəydi, bir çox qocaya aid deyil ki, bir çox insanlara aiddir. Deməli, buradakılar cəm olmalıdır. Və yaxud da şirin-şirin uşaqlar veririk. Və görürsünüz, burada şirin-şirin uşaqlara aiddir deyə cəm olmalıdır. Bir də yadda saxlayın ki, saylar mövzusunda çox və çoxlu sayı var ki, və bununla da yanaşı şəkilçi ilə düzələn saylar var. Yəni larla şəkilçisi, larca şəkilçisi ilə düzələn saylar var ki, bu saylar da özündən sonra cəmdə gələ bilər. Yəni təyin etdiyi sözlər tək də ola bilər. Nümunə: çox uşaq və çox uşaqlar, hər iki nümunə doğrudur. Və yaxud da onlarla adam desəm də doğrudur, onlarla adamlar desəm də doğrudur. Yəni bunun hər iki halı doğru olacaqdır. Amma yerdə qalanlarda isə yalnız tək olmalıdır. Və yaxud da sıra sayı, birinci sayı var ki, birinci sayı özündən sonra tək də gələ bilər, cəm də gələ bilər. Məsələn, birinci sinif desəm, burada yalnız 5A sinifi nəzərdə tutulur, amma siniflər desəm isə 5A, 5B, C, D sinifləri nəzərdə tutula bilər. Deməli, biz buradan nəticə çıxardıq ki, ən çox hər zaman özündən sonra cəmlik tələb edir. Hansıları idi? Bir çox, bir sıra. Bunu yadda saxlayırıq və eyni sözün təkrarı ilə yaranan sifətlər də özündən sonra cəm tələb edir. Yəni təyin etdiyi sözü cəm tələb edir.